Orta səviyyədə bilikləri olanlar üçün də iş var yoldaşlar. Orta səviyyədə bilikləri olan dedikdə nə nəzərdə tutulur? Hər hansısa xarici dil biliyi olub və paralel olaraq da kompüter biliyi olub və o bilik səviyyələri heç olmasa orta səviyyədə olan şəxslər üçündür. Həmin şəxslər üçün olan işlərdən bəhs etmək istəyirəm. Gəlin ilk öncə direktor assistentindən bəhs edeyim mən sizə. Misal üçün, direktor assistenti işi var, 1500 manatlıq bir işdir yoldaşlar. 20-30 yaşlı xanımlar üçündür. Sonra yığım üzrə operator işi var yoldaşlar Solitonda. Bu nəməqsi 1000 manatdır yoldaşlar. 1000 manat civarındadır. Bu ciddi bir şey tələb eləmir. Sonra Crescent bir işdə də var direktor assistenti 1000 manatdır. Sonra call center operator işi, çağrı mərkəzində operator işi var 1000 manatdır. Sonra partnerlərlə iş üzrə mütəxəssis işi var 1000 manatdır. Sonra 600 manatlıq kitabçı işi var. 800 manatlıq başqa yerdə də var, misal üçün, çağrı mərkəzi operator işi. Sonra inzibatçı işi var, misal üçün, Kontoxomda. Bu da demək olar, işini tələb eləmir. 700 manatlıq bir işdir. Gəlin, bundan biraz daha ətraflı məlumat verim. Ali təhsiliniz olsun. Səlis dilin səviyyədə öz dilimizi bilin. Ofis proqramlarında işləmə bacarığınız olsun. 20 yanvardadır. 6 günlük iş rejimidir. Şənbə günü qısadır. Belə bir işdir. İnzibatçı işi. Sonra 700 manatlıq ambar köməkçisi işi var yoldaşlar, Qrup 1-da. Sonra qeydiyyatçı işi var 600 manatlıq, ofis meneceri işi var 600 manatlıq, sığorta operatoru işi var 600 manatlıq, Ikonik sığorta agentliyində. Sonra reception kassir işi var 600 manatlıq, bu hardadır? Bu Bakı Karting əyləncə mərkəzindədir. 25-35 yaşlı xanımlar üçündür. Bundan əlavə 600 manatlıq PUVA inşaatda ofis meneceri işi də var. Bunun digər şərtlərindən də bəhs etmək istəyirəm sizə. Bu deməli, yoldaşlar, həm bəylər, həm xanımlar üçündür. Ofis proqramlarla işləmə bacarığınız varsa və müvafiq sahədə 1 illik iş təcrübəniz varsa, Nərimanov rayonunda 5 günlük iş həftəsinə malik belə bir işdir. Daha sonra 600 manatlıq qeydiyyatçı işi də var Golden Coast oteldə. Sonra ambar operatoru işi var 500 manatlıq, reception işi var oteldə 500 manatlıq, çağrı mərkəzi işçisi 500 manatlıq da var. Və fikir verdinizsə, bu videonun əvvəlində mən sizə çağrı mərkəzi işçisinin 1000 manatlıq variantından da bəhs etdim. Yəni, bu artıq şirkətdən şirkətə asılıdır və həmçinin sizdən asılıdır. Sizin bilik və bacarınızdan asılıdır. Və fikir verdinizsə, 2 qat fərq var. Biri 1000 manatlıqdır, biri 500 manatlıqdır. Sonra reception işi də var yoldaşlar, Azeri Holdingdə. Sonra 500 manatlıq reception işi də var Bakı Pilatesdə. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə bir sözlə, iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.